Hoş gördük əziz səyahət sevənlər. Hər kəsə yeni bir videodan salamlayıram. İstanbul Sabiha Gökçen Havalimanındayım. Sabiha Gökçen Havalimanından Kadıköy metrosuna gəlib çıxdım. Havalimanından Kadıköy'e birbaşa metro ilə gəlmək olar. İstanbul kartı aldım. Kartın qiyməti 130 TL'dir. Bir gediş hakkı da metroda 20 TL'dir. Bura gələn arıqlamaz, artıq çəki götürər ancaq. Hələlik baxıram, indi mən də nəsə yiyəcəm. Səhər tezdən bir dənə qəşəng portağal sürəsi çək. Təmiz meyvə şəhəsi. Bir də dönər ayran yiyək. Çoxdan da dönər, toyuq dönəri yem dedim. Dadına baxaq. Hər kəsə xoş sinəmələr. Davam edirik dostlar. Bugün yəqin ki, ən çox yeməkləri çəkib sizə göstərəcəm. Üstündən də dönərə bir dənə çay, süt vaxtla. Yeməmişəm sözün açıq, görək nə olan şeydir. Burada da kokoreç satırlar. Dadlı bir şey. Yemək satılan küçədən biraz uzaqlaşım. Hər şey, hamısı da çox dadlıdır. Mən 2 il bundan əvvəl burada olanda qiymətlər çox ucuz idi. İndi dəhşətli dərəcədə hər şey bahalaşıb. Türk lirəsinin qiyməti düşdükcə hər şeydə bahalaşır. Eynən də Rusiyada kimi. İstanbulda bugün birinci günümdür. Hələ şəhərə tam uyğunlaşmamışam. Hələlik baxıram. Özüm üçün kəşf edirəm şəhəri. Dostlar, onu da qeyd edeyim ki, İstanbul çox böyük şəhərdir. Megapolisdir. Səhv eləmirəmsə 15 milyondan çox əhalisi var. Keçmiş adı da Konstantinopol olub şəhərin. Şəhərdə gərək aldanmayasan, hər tərəfdə böyük şəhərlərdə olduğu kimi Türkiyədə də, İstanbulda da həmçinin fırıldaqçılar çoxdur, çalışıb aldanmayan. Mən keçən dəfə gələndə bir neçə dəfə aldanmışdım. İndi bəlkə də hələ ilk günümdür. Çalışıram ki, məni aldatmasınlar. Bugün noyabr ayının 26-sı 2024-cü ildir. Əslində mənim İstanbulda qalmaq niyyətim yox idi. Təsadüfən baş verdi. Mən vizasız Avropa turuna çıxası idim bugün səhər. Amma havalimanında mənə viza verilmədi. Bilmədim niyə. Mən Şimali Makedoniya bilet almışdım. Dedilər ki, vizasız Azərbaycan vətəndaşlarına ora getmək mümkün deyil. Amma əslində 90 gün ərzində Şimali Makedoniyada və ya Serbiyada, Bosna-Hersegovinada Azərbaycan vətəndaşları üçün internetdə araşdırmışdım ki, vizasız getmək mümkündür. Bilmədim niyə belə oldu. Gecəni də yatmamışdım, yuxuluydum deyə. Hər şeyi belə tamam özüm də anlamadım. İndi onun üçün də qayıtdım şəhərə, İstanbula. Dedim həm biraz gəzim, həm də qərar verim. Başqa şəhərə gedimmi, yoxsa necə olacaq? İndi həm də biraz dincəlim, qərar verəcəm. İstanbulun ən gözəl xüsusiyyətlərindən biri də burada küçə itlərinə, küçə pişiklərinə çox yaxşı münasibət göstərirlər. Onları demək olar ki, şəhərin bütün sakinləri yemləyir. Küçə heyvanlarına bu yaxşı münasibət həqiqətən də ürək açandır. Arzu edirik ki, bu küçə heyvanlarına olan sevgi bizim doğma Azərbaycanımızda da olsun. Hələ siz buna baxın, burada özünü günəşə verir. Necəsən dostum? Həqiqətən də burada küçə heyvanlarına çox yaxşı baxarlar. Yeyib içib, qulağında da maqniti var ki, yəni bu
səhv eləmirəmsə axtalanıb. Burada da İstanbul kartı keçərlidir. 28 Türk lirası çıxdılar. Dostlar, gəldik Üsküdara. Gedək indi Qız Kulesinin yanına. Gözəl mənzərəsi var. Balıqçılar balıq tutur, turistlər də istirahət eləyir. Mənim də türkcəm, türk dilində danışmağım mən deyərəm ki, çox bərbaddır. Mən türk seriallarına çox az baxıram deyə yəqin ki, ona görə də türk dilini yaxşı başa düşmürəm. Əslində dilimiz çox oxşardı, amma mən deməzdim. Çox çətin dili var, türk dili qəlizdir. Mənim üçün çox qəlizdir. İndi kimlər üçün çox asan ola bilər, çünki həmişə evdə ola bilsin, eşidir, kinolara baxır, seriallara baxırlar deyə rahat olar onlar üçün. Amma mənim kimin seriala, kinoya, türk seriallarına baxmayan adamlar üçün yəqin ki, çox çətin olar. Günümüzün bu gününə qədər gəlmiş, keçmiş dövlətlərdən, imperiyalardan ən güclüsü olan Osmanlı imperiyası. Osmanlı imperiyası dönəmi Osmanlı torpaqları çox geniş əraziyə sahib olub. Osmanlı imperiyasının süqutundan sonra Türkiyə Cümhuriyyəti yarandı və banisi Atatürk olub. Azərbaycanda bunu yəqin ki, bilməyən çox az olar. Biz ümumiyyətlə Azərbaycan xalqı olaraq Türkiyəni çox sevirik. Qardaş dövlət hesab edirik. Dinimiz bir, dilimiz bir qəbul edirik. Tək ki, münasibətlərimiz həmişə yaxşı olsun. Nəinki Türkiyə ilə, bütün qonşu ölkələrlə münasibətimiz qoy yaxşı olsun, ölkəmiz inkişaf eləsin, müharibə olmasın. Burada da balıqçı abilərimiz balıq tuturlar. Gördünüz, bu da balıqçı qardaşımız balıq çıxartdı. Qarşımızda da körpü keçir, Avropa və Asiyanın kəsişdiyi nöqtə adlanır. Hə dostlar, bu arada kanala abunə olun, dəstək olun dostlar. Mən sizlər üçün çalışıram ki, bir Azərbaycanlı səyahətçi kimi dünya turuna çıxım. Eləcə də mən Rusiyada yaşadığım üçün Rusiyanın bölgələrini çəkib paylaşmaq istəyirəm sizlərlə birgə. Mən artıq 5 ilə yaxındır ki, səyahət edirəm. Onun 3 ilini YouTube'da belə video çəkib paylaşıram. Dəstək olağın, kanalımız böyüsün. Mən də sizlər üçün çoxlu yeni videolar çəkim, paylaşım. Mən dedim yəqin ki, sahildən ora qayıqlar gedir, əslində yox. Xüsusi tur gəmiləri gedir Qız Kulesinə. Buradan sadəcə biz izləyəcəyik sizlə. Dənizin suyu çox təmizdir, həm də dənizdə fırtına olmuyor, təmizdir, balıqlar da tam aydın görsənir. Hava da bugün çox mülayimdir. Hardasa 12-13 dərəcə isti var. Amma mən Moskvadan çıxanda yaxşı qar yağırdı. Bu da Qız qalası, Qız Kulesi. Səhv eləmirəmsə, ola bilər ki, yanılıram, adı başqadır. Amma mənim yaddaşımda Qız Kulesi kimi qalıb. Gəldik, yaxından izlədik, qaydaq. Gedək, gəzəyim indi.
hə dostlar, davam edirik. Onu bir də qeyd eləmək istəyirəm ki, yerli cəmaət, İstanbul cəmaəti, indi bütün Türkiyədə bilmirəm. Yəni gördüyümdən, fakt gördüyümdən danışacağam. Bu heyvan sevərlikləri məni çox sevindirdi. Belə bir halları Azərbaycanda da görmək bizi sevindirər. Gəlin biz də küçə heyvanlarına belə yaxşı münasibət göstərək. Hələ yeri gəlmişkən bir məlumatı da sizinlə paylaşım. Sumqayıt şəhərində kimsəsiz heyvanlar üçün, əsasən də ki, itlər üçün priut var. Sumqayıt şəhərinin yaxınlığında yerləşir. Mən bir dəfə orada olmuşam. Əgər kimsə köməklik eləmək istəsə, əlaqə saxlaya bilər. Mən əlaqə nömrələri verə bilərəm. Aylin xanımdır. Həmin priuta sahiblik eləyir. Çox sağ olsun, minnətdarıq. İndi də gedirik Eminönünə. Karaköy, Eminönü. Gedək görək orada nə var. Eminönü stansiyası məşhur balıq satılan yerlərdir. Balıq əkmək. Körpünün altında, ta körpünün o yanına, bu yana kimi aşağısında hamısı balıq restoranlarıdır. Pişmiş qarğıdalı 40 TL'dir. Şabaladın 50 qramlığı 30 TL'dir. Simit 15 TL'dir, səhv eləmirəmsə. Burada da turşu, kələm turşusu satırlar. O da 35-40 TL'dir. Burada da balıq əkməkdir. Balıq əkməklər də ki 150 TL'dir. Burada Misir bazarıdır. Gül qurulardır. Bunlar möhtəşəm bir saya qatmaq üçün ləzzətli bir şeylərdir. Bəzi yerlərdə ucuzdur lokumların. Kilosu 140-150 deyil. Böyle hədiyəlik kimi də var. 200'ə, 250'yə. Yok gelmedi. Oranili, oranili. Bu nədir? Meyvə quruları. Yarpaq 300 TL. Bu da Misir bazarının içəri tərəfidir. İçəridən möhtəşəm bir qoxu gəlir. Ədviyyatların, yeməklərin iləri, şirniyyatların iləri hamısı qarışıq bir-birinə. Gözəl qoxusu var. Bazarın qədim tarixi var. Misir çarşısı. Bazar çox böyükdür, yəni 5-3 dəqiqəlik gəzməsi bir yer deyil. Mən bazarda olduğum üçün çox dərinliyinə getmədim bazarın və çəkmək üçün əsas yerlərdən çəkib göstərdim sizlərə. Əslində qiymətlər normaldır, mən belə gözləmirdim. Dedim yəqin ki TL'nin qiyməti öldüyünə görə hər şey bahalaşır, amma yenə də Gürcüstanla müqayisə eləsək burada daha ucuzdur. İçəri girib düzgün yolu tapmaq çox çətindir. Bazar o qədər böyükdür ki burada məşhur bir içki var, səhlə içkisi. Südlə hansısa ədviyyatın qarışıqdır. Normal bir tamı var. Onun da gəlsəz dadına baxın. Bir də bu lokumların qızıl gülü olanı var. Çox möhtəşəm bir dadı var. Mütləq onun da dadına baxsaz yaxşı olar. Bazara girdim. Güclə çıxdım. Burada da yem satırlar göyərçinlər üçün. 10 liraya. İnsanlar alıb burada yemləyir. Qardaş, bu türklər ticarət işini yaxşı bilir. Onlar necə ticarət eləməyi çox gözəl bilirlər. Bəlkə də deyərdim dünyada bir nömrəli ticarətçilərdir. Türklər.
bütün ticarət növlərində öz sözlərini deyib türklər. Burada da kofe satırlar. Dəhşət dərəcədə növbə var. Mən də aldım belə. Bazardan bir zülümlə çıxdım. Adam həddindən artıq, turistlər çoxdur. Əsas da ərəblər. Özümə kofe aldım, bir də ki, lokum aldım. Dedim, birdən yolum düşməz, hər ehtimala qarşı aldım, atdım çantama. Gəldim belə bir kafeyə. Pilav yedim, bir də tavuk supu, toyuq supu. Gəlib çatdım indi Taksim meydanına. İstanbulda yerləşən məşhur Taksim meydanı. Həmin məşhur retro tramvay da gəlir. Bu da həmin məşhur retro tramvay. Mən əslində böyük gördüm. Balaca bir vagondur. Əsas oda gördüm. Mən keçən dəfə də gələndə görməmişdim. İndi hal-hazırda Taksim meydanında yerləşən metrodayam. Qarşıdadır metro. Maraqlı bir yer var. İndi sizinlə birgə baş çəkirik həmin məkana. Soruşsaz hara gedirəm? İstanbul gözəldir, əlbəttə ki, hər tərəfi gəzməli yerləri çoxdur. Mən üçün yəqin ki, sizə də maraqlı olar əslində bu yer. Kemal Sunal muzeyinə tərəf gedirəm indi. Taksim istasyonu. İşleminiz yapılıyor. Nakit yükleme için para girişi yapınız veya kart ödeme için kredi, banka kartı tuşuna Ne basınız. kadar pul olduğunu. İşleminiz Pulu yapılıyor. koyduk. Lütfen bekleyin. Göstereyim. Kart yüklemeniz Üçlendi. gerçekleşti. Bu da muzeyin çöl tərəfi Kemal Sunal Müzesi. Maraqlı bir binadır. Çöl tərəfi belə görsənir. İndi keçək içəri, qiymət nə qədərdir, giriş nə qədərdir, hamısını deyəcəm. Yəqin ki, bir çoxlarınıza maraqlı olardı Kemal Sunal Muzeyini gəlib görmək. Dostlar, çəkilişə icazə aldım. Az da olsa nəsə çəkərəm. Kemal Sunal Muzeyi 2 mərtəbədən ibarətdir. Burada Hababam sinifi göstərilir. Burada Çöpçülər Kralı filmlərdən fraqment, şəxsi əşyalar. Bu hansı filmlərdir çoxsu? Köydən indim şehrə. Filmdən bir fraqment. Bekçilər Kralı. Mavi Boncuk. Kibar Feyzo. Filmlərdə istifadə olunmuş geyimlərdir. Burada nümayiş olunur. Şen Bakkal. Tanıdızda yəqin ki. Katma Dəyər Şaban. Filmlərdə istifadə olunmuş geyimlər. Şaban askərdə. Qürbətçi Şaban. İllərdir yazılır. Hababam sinifi 1978-ci il. Burada Şabanoğlu Şaban. Bu mənim sevdiyim, ən çox sevdiyim filmlərdən biridir Şabanın. 1977 Süt Qardaşlərdə həmçinin. Gördüyünüz bu Qarageyim 76-cı ildə çəkilir. Buradakı da gördüyünüz kimi filmlərdə istifadə olunmuş geyimlərdir. Bu da yoxsul. Hansı ki çayçı rolunda
olan həmin şapka. Burada pul vahidləri buradan. Kemal Sunal'a aid kitablar. Kemal Hatice Kahvecəli. Jurnallar, kitablar. Kiralık. Mobil halde. Bu hansı filmdən uşaqlar? Axırıncı filmi üçün çəkilişə getdiyi üçün yanında apardığı çantasıdır. Bu çanta. 2000-ci ildə. Hay dostlar, necədir? Bəyəndinizmi? Məncə İstanbula gəlib Kemal Sunal muzeyini görmək hər bir turistə, məncə Azərbaycanlı turistlər bunu eləməlidir. Uşaqdan böyüyə mənə elə gəlir ki, bütün gənc nəsil, köhnə nəsil Kemal Sunal filmlərini yəqin ki, demək olar çoxlarımız izləmişik, tanıyırıq. Hətta mən Türk seriallarına baxmaya, amma ki, Kemal Sunal filmlərini, əlbəttə ki, Şabanı izləməmək mümkün deyildi. Bugün Türkiyədə İstanbul şəhərində gəlib Kemal Sunal muzeyini görmək özümə və sizlərə göstərmək üçün bir fürsət düşdü və həmin fürsətdən istifadə elədim və çox şad oldum ki, burada oldum. Hadi dostlar, maraqlı bir yerə gəldim. Buranın adını tapa bilmirdim. Bura balıq bazarıdır. Keçən dəfə mən gələndə bura baş çəkmişdim. Bu dəfə yadımdan çıxmışdı həmin yerin adı. Şimdi gəlib çatdım bu həminki yerə. Görsünüz nə gözəldir. Şöyle geldi abi sarı abi hadi. Şöyle. Son balığı. Videoda biraz ışıq parıldayır. Ağ-qara göstərir. Yəqin ki, ışıqların əks sadasına görədir. Hamsilər, cürbəcür balıqlar, krevetkalar. Abi sarı kanat var abi. Bu sıralar hamısı balıq əkmək satılır. Balıq məhsulları, restoranlar da hamısı. Mən bura gələndə burada bir məşhur balıqçı nədir, restoranı var. Görüm tapsam onu yaxşı olur. Bax, bu restoran axtarırdım. Super Mario. 2 il əvvəl burada olmuşdum mən. İndi görək Mario dayımız. Buradadır mı? Salam aleyküm. Əgər yolunuz nə vaxtsa düşsə, mütləq gəlin bura. Super Mario. Emin ustadır, əsl adı. 2 mərtəbəli bir kafedir. Mən elə çöldə oturdum. Burada da isinmək üçün ocaq qalıblar. Yaxşı rahatdır. Çöldə də oturmaq üçün yerləri var. Balıq əkməyimizi də yedik. Qiyməti 150 TL olmalıdır, səhv eləmirəmsə, amma dəyər, həqiqətən dəyər. Mən deyərdim ki, balıq əkmək satılan yerlərin ən möhtəşəmidir, Super Mario. Sizə tövsiyə edirəm, gəlib dada bilərsiniz. Dostlar, İstanbul videosunun sonuna çatdıq. Hər kəsə öz təşəkkürümü bildirirəm. Sona qədər izlədiyiniz üçün. İzləmədə qalın. Növbəti videoda Ankara olacaq. Yəqin ki, maraqlı bir video alınar. Sağ olun dostlar, salamat qalın, sağlam olun. Hələlik.